Digər qonaqlarımız var ki, hansı ki bugünə aid olan qonaqlarımızı mən dəvət eləmək istəyirəm ki, əlində qarmonu var, özü də bugün söz verib ki, həmişəkindən fərqli olaraq müxtəlif ifaları təqdim eləyəcək. Səhnə performansı var və səhnə performansına görə fərqlənir, özü bu cür söyləyir və mənim verilişimdə bir dəfə olmuşdu, yəni ötən, belə deyək də, ayların birində, təxminən 1 ilə dayanan bir müddətdə və yenə də yalanlar orada öskürməyin. Yalanlar öskürə mənə də keçdi, bax səsim batıb. Sizə əsəbləşmişəm deyə mənim səsim batıb. Darıxmayın. Aha, ilk olaraq, yox, o mənim üçün keçəridir. Keçəridir, gələcəksən danışacaq. Hələ o biri var, o biri əlində sazı olan. Onunla da mənim söhbətim var. Qaçay gəlsin öncə, Qaçay. Xoş gəlib, səfa gətirin. Qaçay, əyləş, xoş gəlmişsən. Birbaşa hardan gəlmişsən? Mikrofonum var, yaxın mikrofonu. Mikail mən birbaşa Qarabağın giriş qapısı qədim Bərdəmizdən gəlirəm. Bərdədən gəlirsən? Bəli, Qarabağ elindən, obasından sizə və sizin şəxsinizdə bütün komandanızın hər birisinə qucaq dolusu salamlar var. Və mən sizə həqiqətən, yəni səmimi deyirəm, öz dərin təşəkkürümü, dərin minnətdarlığımı bildirirəm ki, sizin kimi dəyərli bir, nətər deyim, aparıcının proqramında mən də bu günlərin musiqili qonağım. Öz təşəkkürümü, dərin minnətdarlığımı bildirirəm. Firdovsi müəllimdəki də burada görmək, Allah haqqı, yəni ki, həqiqətən bambaşqa bir sevinci oldu da. Efidən qal tapşırdın. Yox. Hə, doğrudur. Mikail bəy, bir söz deyim həqiqətən. Bilirsiniz, yaxşı sənətkar olmaq xasatı məsələdir, amma hər insana qismət deyil ki, şəxsiyyətlə sənət eyni böyük bir vəhdətdə birləşsin. O bizim qardaşımız Firdovsiyə aiddir və xalqımızın sevimli sənətkarıdır. Allah ona can sağlığı versin. Var olsun Firdovsi bəli, o insanlığı bir başqadır. Bəli, həqiqətən. Sən də xoş gəlmişsən və buradan Bərdəyə qucaq dolusu salamlar. Nədir, tək gəlmişsən? İstəyirsən tək